Her vaxtınız xeyir olsun, hörmətli izləyicilər, əziz şahidlər və abituriyentlər. Mən Balay Səlim Kərimoğlu, yüksək ixtisaslı mütəxəssis kadr olaraq, təcrübəli alim fizik və riyaziyyatçı olaraq, Bakı şəhərciyyə Bünyada Prospekti, Ayna Sultan ölkələri yaxınlığında yerləşən və mənim məxsus olan Fizik Riyaziyyat Tədris Mərkəzindən, Fizik Riyaziyyat Hazırlıq Mərkəzindən, Fizik Riyaziyyat Studiyasından sizləri salamlayıram. Və burada yuxarıda lövhədə qeyd olmuş bizim xidmətin mobil nömrə ilə əlaqə saxlamalı, yəni 070-050 mobil operatorlarından bizim xidməti 337-59-51 mobil telefon nömrəsi ilə bizim əlaqə saxlamalı. Bizim tədris mərkəzində müxtəlif formatda, həm qrup, həm fərdi şəkildə, həm Azərbaycan Respublikası olaraq keçirilən dərslərə qoşula bilərsiniz, dərslərimizə qatıla bilərsiniz və bizimlə əməkdaşlıq edə bilərsiniz. Bugünkü dərsimizdə də riyaziyyat fənninə aid olaraq sizin arzu istəyinizi nəzərə almaqla buradakı belə bir qeyd olunmuş mövzuya həsr etmişik. Yəni ədədlərin natural bölənlərinin sayının, cəminin və hansının tapılması düsturlarını müzakirə edəcəyik. Və bu mövzu ilə bağlı sizi maraqlandıra biləcək məqamları da mən aydına gətirəcəyəm. Riyaziyyatdakı ən mürəkkəb bir natural ədəddir. Yəni natural ədədlər sadə və mürəkkəb olmaqla iki yerə ayrılır. Sadə natural ədədlər və ədədlər ki, yalnız özünə vahidi bölünür, yəni iki böləni var. Mürəkkəb ədədlərin isə ikidən artıq böləni vardır. Yəni en mürəkkəb bölən isə hesabın əsas teoriminə görə, aritmetik əsas teoriminə görə belə mürəkkəb ədədi sadə vurulların hasılı şəklində göstərmək həmişə mümkündür və bu cür yazılış yeganə halda olur, yeganə formada olur. Yəni hissələn bir en mürəkkəb ədədin bir sadə vurullarının hasılı şəklini göstərirlər və bu videosunda həmin mürəkkəb ədədin sadə vurulları ayrılışı deyil və bu ayrılış yeganədir. Burada qeyd etdiyimiz kimi P1, P2 və ilə PK müxtəlif sadə vurullardır. Yəni bu en mürəkkəb natural ədədinin müxtəlif sadə bölənləridir və qeyd olunub göstərildi ki, bu bölənlərin də sayı K-yə bərabərdir, ümumi formada qeyd olunduğu kimi. Amma buradakı alfa 1 isə P1 sadə vurulunun, sadə böləninin təkrarlanma dərəcəsini göstərir. Qüvvət dərəcəsi olaraq alfa 2-də uyğun olaraq P2 sadə böləninin təkrarlanma dərəcəsi göstərir. Alfa K-da PK sadə vurulunun, sadə böləninin təkrarlanma dərəcəsini göstərir. Ona görə də həmin alfa 1, alfa 2, alfa K-ların cəmi bütövlükdə həmin bu sadə vurullar ayrılışda en mürəkkəb və sadə vurullar ayrılışında olan bütün sadə vurulların cəmini göstərir. Yəni alfa 1 üstəniz alfa 2, üstəniz alfa K bu ayrılışda olan bütün sadə vurulların sayını göstərir. Amma müxtəlif sadə bölənlərin sayısı bu ayrılışda göründüyü kimi K-yə bərabərdir. Yəni bu bir düsturu aritmetik hesabın əsas teoriminə uyğun olaraq en mürəkkəb ədədinin sadə vurulları ayrılışını göstərən düsturdur. Və əgər doğrudan da en mürəkkəb ədədi bu şəkildə bir sadə vurulları ayrılışını yaza bilirsə, onda onun hər hansı bir bölənini ümumi halda biz bu şəkildə yaza bilərik. Yəni P1 olsun, P2, PK da üstənlik P1, P2, PK olmaqla. Və burada təbii ki, bu böləndə, bu D onun istənilən bir bölənidir və bu böləndə P1, burada qeyd edədiyim ki, 0-dan alfa 1-ə qədər qiymətlər ala bilər. P2 0-dan alfa 2-yə qədər qiymət ala bilər. Ümumən götürəndə hər hansı bir P2, burada 0-dan alfa 2-yə qədər qiymət ala bilər. İyi də burada 1-dən K-yə qiymət ala bilər. Yəni burada N, bu bir düsturu mürəkkəb və sadə vurullar ayrılışını göstərir və bu göstərişdən, ayrılışdan irəli gəlir ki, belə bir mürəkkəb ədədin hər hansı bir böləni, bu hər hansı bir böləndir bu, hər hansı bir böləni iki düsturu şəklində qeyd edə bilərik. Onda belə olduqda, aydın məsələ ki, indi biz istəsək ki, həmin bu mürəkkəb ədədin vahid daxil olmaqla bütün sadə, mürəkkəb, bütün bölənlərini tapmaq istəsə, təbii ki, burada beta 1 nə qədər qiymət alır? 0-dan alfa 1-ə qədər qiymət alır. Burada da P2 0-dan alfa 2 qiymət alır və burada da PK 0-dan alfa K-yə qədər qiymət alır. Yəni hər bir P1, P2 və ilə PK sadə vuruğu 1 plus alfa 1 dəfə təkrarlandığına görə, çoxluğun vurma prinsipinə görə, yəni
kombinator vurma prensibine göre onda bir teoride hemen bu mürekkep en natural ədədinin vahid daxil olmalı. Bütün biz bölenleri tapmaq istəsək, onda bunu yazabiliriz böyle 1 plus alfa 1, burası 1 plus alfa 2 veya 1 plus alfa k. Ve bunda bir tau n meşale edirik. Tau n mürekkep ədədinin vahid daxil olmalı bütün bölenlerinin sayını gösterir. Yani qeyd edirəm, burada beta 1 sıfırdan alfa 1'e kadar, yani alfa 1 plus 1 kadar, beta P2 de alfa 2 plus 1 kadar ve yaxın. PK da alfa K plus 1 kadar tekrarlandığına göre bunlara da çoxluların yani kombinator vurma prensibine göre bütün bölenleri tapanda tabii ki bunlar birbirine vurulmalıdır. Ve bu üç düsturu da qeyd ettiğim kimi hemen bu mürekkep en natural ədədinin bütün bölenlerinin sayını gösterir ve o da bu şekilde tapılır. Deməli, ben en mürekkep ədədinin ben böyle bir ayrışım yazabilmişəmsə ve bu qüvvət dərəcələrinin, qüvvət üstlərinin hemen alfa 1, alfa 2, alfa k'nı ben bilenden sonra onun hem şeye vahid daxil olmalı bütün bölenlerinin sayını tapma olar. Ben qeyd etmişim burada bir sadə vurulan ayrıştır, 3 burada hemen mürekkep ədədin bütün bölenlerinin sayını düsturunu gösterir. Şimdi ise hemen bölenlerin cəmini tapar. Yani bizim en mürekkep ədədimiz varsa onun bölenlerinin sayını biz tau n işareti bunu müəyyən etmiş ise şimdi hemen deyək ki tau n sayda olan hemen bölenlerin cəmini tapar. Onu da sigma n işarət edirik. Sigma en natural ədədin bütün bölenlerinin cəmini gösteren bir ifadedir. O da aydın mesajı bunu tapmaq ola belə. Burada P1 sıfır olanda, beta 1 sıfır olanda ne alırıq burada? 1 alırıq. Beta 1 olanda P1 alırıq. Beta 1 deyək ki 2 olanda 2 alırıq ve ilaxır. Çünkü bu alfa 1'e kadar gelir. Onun için P1 plus alfa bütün bunları toplayanda 1 P1 kvadrat ve ilaxır. Yani da bölen böyle olduğunu göre P1'in alabileceği kıymetleri, P2'nin alabileceği bütün kıymetleri ve ilaxır. PK'nın bütün alabileceği kıymetleri kombinator vurma prensibine göre biz vuranda onda ne olmuş olur? Onda biz bütün bu bölenlerin cəmini tapmış oluruz. Yani bu sigma en natural ədədin bütün bölenlerinin cəmini gösterir. Ve hemen cəm de bu şekilde yazılabilir ve yazılmalıdır. Bu tabii ki her bir mötəzi bir həndəsi silsilədir. Ve her bir mötəzənin de həndəsi silsilənin vuruğu P-i'dir. Yani birinci mötəzi P1'dir. İkinci mötəzi silsilənin vuruğu P2'dir ve bu K olan mötəzi ise silsilənin həndəsi silsilənin vuruğu PK'dır. Ve onda bu silsilənin hədlər cəmi düsturuna əsasən her bir mötəzidə burada var. 1 plus alfa 1 kadar hədd var. Burada 1 plus alfa 2 kadar hədd var. Burada da 1 plus alfa k kadar, yani alfa k plus 1 kadar hədd var. Onda da hədlərinin cəmi alfa i plus 1 kadar olan böyle bir mötəzilərin hasilini tapsa, her bir hissənin de necə həndəsisi olduğunu nəzərə alsa, onu bu cür yazabilir. Birinci hissəni, birinci mötəzənin cəmi olacaq böyle. P1 alfa 1 plus 1 çıxılsın 1 bölünsün P1 çıxılsın 1. Təbii ki, həmin həmçəsilərin hədləri cəmi və hədlərin sayı da qeyd edilir. Alfa 1 plus 1'dir burada, alfa 2 plus 1'dir və ilaxır. Belə devam edir. Onda öbürsü üçün yazılır P2 üstündə alfa 2 plus 1, sonra burada çıxılsın 1 bölünsün P2 çıxılsın 1. Və ilaxır. Kalıncı üçün yazılır PK alfa k plus 1 çıxılsın 1 bölünsün PK çıxılsın 1. Və bunu yazabilirik. Pi harfiyle, bu Yunan harfidir. Bir sigmanın bir cəmi gösterir. Pi harfiyle de hasili gösterir. Yani ki böyle birden kayacağım böyle deməli necələr kəsirlərin hasilini bu şekilde yazabiliriz. birden kayacağım surette Pi alfa i Pi qüvvət üstündə alfa i plus 1 çıxılsın 1 bölünsün Pi minus 1 kimi yazabiliriz. Şimdi təsadüf deyək ki pratik olarak bunu qeyd etmək üçün deyək ki biz 60 ədədi olaraq mürekkep natural ədədini 60'ı götürsək 60'ı biz yazmalı sağlığına arışını yazsak. Yazmalı 2'nin kvadratı vurulsun 3 vurulsun 5. Onda həmin bu cəmləri
Həmin bu cəmləri biz tapandan sonra onların hasilini götürməliyik də, təbii ki, bu birinci mərtəbəsi, bu ikinci, üçüncü mərtəbəsi. Birinci mərtəbəsində nə olacaq? Yəni bu 2 vurğudur da burada. Deməli, biz sorulanda olacaq 1. Sonra olacaq 2'nin üstü 1, sonra olacaq 2'nin kvadratı. 2'den 2'nin kvadratı artık yoktur. Bu yine tutarlı keçtiği o birisi mörtezi. Burada da 0 olanda olacak 1. Üstünde 1'dir, onun da diyanır olacak. 1 plus 3 ve bu kaydeyle de 1 plus 5. Bu mərtəbə burası göre 168'dir. Ve biz bu düsturdan istifade eləməklə 60 mürekkep ədədinin 60 mürekkep ədədinin bütün bölenlerinin, təbii ki, vahid nəzərə alınmalı, bütün bölenlerinin neymiş oluruq? Cəmini tapmış oluruq. İndi də keçək natural ədədin bölenlərinin hasilinin tapılması düsturunu araşdıraq. Deməli, onu biz Pn ilə işarə edirik. Yəni, en natural ədədinin bütün vahid daxil olmalı, bütün bölenlərinin hasilini Pn ilə işarə edirik, bunu tapacaq, nə olan şeydir bu. Fərz edək ki, bu en natural ədədinin D bölenidir. Yəni, en D'ye qalısı bölüyor. 3 tane bu nokta qalısı bölməni göstərir. Yəni, en mürekkep natural ədədi D natural ədədin qalısı bölünür. Yəni, D en mürekkep natural ədədinin bölenidir. Ve belə olanda doğrudan da eğer D en ədədinin, en mürekkep ədədinin bölenidirsə, onda en bölünsün D də həmin bu en ədədinin digər bir fərqli böləni olacaqdır. Doğrudan da eni biz en böləni biz D alacaqdır. O demək ki, eğer doğrudan da en mürekkep ədədinin hər hansı bir D böləni varsa, onda onun en bölünsün D kimi de böyle bir böləni olacaqdır. Onda böyle bir bölənləri cüz biz yığışdırsa, bir dəst şeklinde yıksaq, yani bir D böləni varsa ona uygun gelen bir en bölünsün D böləni var diye bu cüz bölənləri cüz götürsek, bütün bölənləri sonra yarı bölsek, onda neymiş olar? Yani bu cüzlerin sayını tapmaq olar. Tabii ki, bunların da hasılı bize ne verir? Bunların her bir cüzün de hasılı bize en verir. Deməli onda ben yazabilirim ki, həmin bölənlərin, bütün bölənlərin ve en natural eden bütün bölənlərin hasılı P'nin işarə ise, ben bu cüzləri ayırsam, bu cüzlərin sayı da bütün bölənlərin sayının yarısı olduğunu göre, çünkü bütün bölənlər tau n'e beraberdir. Buradan cüz götürəndə tabii ki, yarı bölünür, ünlü say. Onun tau bölüsü 2 olacaq. Ve bunların her bir n'e beraber olduğunu göre biz alırıq ki, n bölüsü n ve lakin tau n bölüsü 2 kadar n'lerin hasını almış olur. Yani bu da bize ne verir? N tau n üstünde 2. Yani bu demek ki en mürekkep natural ədədinin vahid nəzərə alınmaqla bütün bölenlərinin hasili n qüvvət üstündə tau n bölüsü 2'dir. Tau n ise burada en natural ədədinin bütün bölenlərinin sayıdır. Bütün bölenlərinin sayıdır. Yani vahid nəzərə alınmaq bütün bölenlərinin sayıdır. Burada böyle bir məqam çıxdı ortaya ki, biz en mürekkep natural ədəni biz götürəndə elə götürmüşük ki, bunun bütün bölenlərinin sayı cüzdür da burada. Əslində bu belə də olur, çox var. Daha doğrusu en mürekkep ədədi eğer hər hansı bir K natural ədədin kvadratı değilsə, yani en natural ədədi, mürekkep natural ədədi olaraq hər hansı bir natural ədədin kvadratı şəklində göstərilmirsə, onda məlum aydındır, bunu göstərmək olar. Onda belə bir tam kvadrat olmayan mürekkep natural ədədin cüz sayda bölenler, vahid nəzərə alınmaqla cüz sayda bölenləri olacaq. Və həmişə də onun cüz bölənçi bölme olarak tau n bölüsü 2 kadar həmin bölenlərin sayı olacaq. Ama onda bu düstur rahat işleyecek. P'nin beraber olacak n tau n bölüsü 2. Eğer burada qeyd etmişik, bütün bölenlərin sayı vahid nəzərə alınmaqla cüz sayda olacaqsa. Bunda da həmin mürekkep natural ədəd hər hansı bir digər natural ədədi kvadratına beraber olmamalı. Yani tam kvadrat olmamalı. Onda bu rahatlıqla bu düstur işləyir. Göstərmə olar ki, bu düstur həmçinin həmin bu en mürekkep ədədi digər bir natural ədədi kvadratı olanda da işləyəcək. Doğru. Doğrudan da n kvadrat olsa, k kvadrat, buna 2'ler sayı gelecek. Onda ne olacak burada? P k kvadrat olanda ne olacak burada? Yani n k'ya beraber olanda
daha doğrusu en K kvadratı olanda K natural ədəddir. Yani tam kvadrat olan bir mürekkep ədədi götürsək, onda bu düsturda doğrudan da böyle bir düstur alınır. K üstünde hemen K kvadratın bütün bölenlerinin sayı ve olmanın buna beraber olacaktır. Bu buna gelip çıxır. Şimdi sual çıxır ki, necə olur ki, bu hal da gelip çıxır burada. Bəli, qeyd edildiğimiz kimi, eğer natural ədəd, mürekkep natural ədəd hər hansı bir digər natural ədədin kvadratı olarsa, onda onun bütün bölenlerine sahip vahid nəzərə almaqla ne olacaq? Tək ədəd olmalıdır. Cüt ədəd ola bilməz. Çünki natural ədədlərdə mən qeyd edəcək ki, eğer natural ədəd hər hansı bir ədədin natural ədəd tam kvadratı değilse, yani tam kvadrat olmayan bir mürekkep natural ədəddən söhbət gedirsə, belə bir mürekkep natural ədədin bütün bölenlerine sahip vahid nəzərə almaq cüt sayıdır, onu bu düstur rahat işləyir. Ama natural ədəd hər hansı bir tam kvadrat olanda, yani digər bir natural ədəd kvadratı olanda ise onun bütün bölenlerinin sayı artık cüt yok, tek olacaktır. Ama onun bakmaları yine de hemen bu düstur, bu düsturun müdafi olarak işləyir. Yani K kvadrat olanda tam kvadrat olan mürekkep natural ədədin de bütün bölenlerin hasilini bu şekilde tapma olan düstur tətbiq edilir. Niye göre? Bakmayın ki burada bütün bölenlerin sahibi vahid nəzərə olmaqla tek ədəddir, ama bunu tətbiq olunmur. Niye göre? Çünkü biz bütün bölenlerin sahibi deyəndə bir vurusu ve diğer bölenlerdir de. Çünkü bir de bunun için gelir axı. Biz birini nəzərə almaya bilərik. Hem de birini nəzərə almasaq, tek sayıda olan bölenlerden birini çıxsaq, onda ne kalır? Cüt sayıda kalır da. Həmin hissəyə də bu düsturu tətbiq eləsək, nəticə değişmeyecek. Çünkü orada ben biri vurmağını bir vuruq kimi nəzərə almasam, onun nəticəyə təsir olmaz. Yani ben bir vuruq kimi nəzərə almasam, onun ümumi nəticəyə hasılə təsir olmayacaq. Onun için bir vuruğunu tam kvadrat olan halda, yani mürekkep natural ədəd tam kvadrattırsa, ben bir vuruğunu onu nəzərə almasam, onun için ümumi tek sayıda bölenlerin sayından birini çıksam, onun sayı cüt olacaq. Ona göre de bu düstur işleyebilir ve doğrudan da özünü gösterir. Mesela için diyelim ki burada ben 36 ədədinin bütün bölenlerinin hasilini tapmak istesem, çok rahatlıkla bu düstur tətbiq etmem 6/9 olacak. 6 burada 36'nın bütün bölenlerinin vahid nəzərə almanın bölenlerinin sayıdır. Yani 36 ədədin bütün bölenlerin sayı 9 olduğuna göre ve 36 altın kuvveti olduğuna göre hemen bu düsturu da tespit etmenin göstermek ki 36 ədədində bütün bölenlerinin hasili 6/9'u beraber olmuş olur. Ve bu ile bugünkü dersimiz hakkında ben fikrimi tamamlamış olurum. Qeyd ettiğimiz gibi natural bölenlerin sayı, cəminin hasılın tapılması düsturları ve bu qeyd ettiğim düsturlardır. Yani bu bir düsturu mürekkep ədədin sadıqlığı ayrılışı düsturudur. Ve bu düsturlar çıxır ki, onun hər hansı böləni bu şekilde göstermeye olan, onda mürekkep natural ədədin vahid nəzərə alma bütün bölenlerinin sayı bu üç düsturundan tapılacaqdır. Ve bu bölenlerin de, yani en mürekkep ədədinin bütün bölenlerinin cəmini sizden sorsanız tapmaq lazımdır. Onda sigma n beraber ve o bu düsturdan istifadə etməklə biz həmin bölenlerin bütün bölenlərə sahip tapmış olarıq. Ve xüsusi halda göstermişəm ki, bir 60 ədəd götürsəm, 60 ədəd bütün bölenlerin sayı ve bütün bölenlerinin cəmi 168'e beraber olacaktır. Şimdi sonrasında həmin bölenlerin hasını tapıp biz onu P'ye işaretlemişik. Onda hemen P'ye en üstü tavan bölüsü 2 olacak. Yani mürekkep natural en ədədinin bütün bölenlerin sayını yarı bölsek, mürekkep ədədi hemen yarı bölmüş dereceye yükseldiğinde ve mürekkep ədədin bütün bölenlerinin hasını tapmış oluruz. Bu düsturlarda qeyd edildiğim gibi burada en hem istenilen mürekkep ədəd olabilir, yani tam kvadrat olabilir, her bir halda hemen mürekkep natural ədədin qeyd ettiğimiz kimi bölenlere sahip 5 düsturuyla təyin olacaqdır. Bu kadar eğer hoşunuza geldiyse beğenebilirsiniz, fikirlerinizi qeyd edebilirsiniz ve paylaşabilirsiniz. Növbəti dəstəmizdə görüşənədək. Sağ olun, salamat qalın.